Formula 3. Gece bizim gecesi. Formula 3. Şan eğlencedir. Formula 3. Değerim necədir. Formula 3. Formula 3. Formula 3. Formula 3. Dinleyici dost, yadaki fanat, oralarda kalma, burada o rahat. Geçmişi unut, stresini at, biraz aktif ol, kanını kaynar. Formula 3'ün abartısı Ferda Amin. Oralarda kalma, burada o rahat. Geçmişi unut. Gecəniz xeyir olsun. Formula 3-ün ikinci buraxılışıdır. Biz çox rahatıq, rahatçılığımızı birazdan özünüz də hiss eləyəcəksiniz. Yetər ki, hər birimiz səmimi olaq, bunu birinci veriliş müzakirə eləmişdik. Alqışlarınızla vaxt itirmədən həmkarlarımı dəvət edirəm. Fariz İllər! Həmkarımız bu stolun sahibi Əli bəy Fanso. Ha, düzəlmişsən, ha yox, yenə özümə süzdüm birinci. Uzaqdır da, mən neyiniyim? Uzaqdır, yenə pikmədən ya. Gördün? Mənim səmimi dəvət elədiyim adamın birinci özünə çay süzməsi əla oldu. Mən boğazım quruyub, bax ona görə. Eybi yox, eybi yox. Mən də birinci qonağı düşünərək qonağa süzürəm. Onu da kağızlarını korladıq. Məncə rahat olmalıyıq, çünki tamaşaçılara da artıq elan eləmişəm. Bu ikinci verilişimizdir. Birinci verilişdə biraz ilklər həmişə çətin olur, bildiyimiz kimi. Biraz həyəcanımız vardı, necə alınacaq, bu atmosfer biraz... Kifayət qədər vardı. Kifayət qədər vardı, o yox, yəni düşündüyümüz qədər də hiss olunmadı hamıda. Amma... Fariz ölçüb də onu, biraz nədir? Kifayət qədər var. Farizin üstündə aparatına kimi var da, Farizdə ölçü aparatları ayıbdır ki. Amma nə qədər də rahat olsaq, məncə məsuliyyəti əldən vermək olmaz. Çünki məsuliyyət ən vacib amildir. Bax, görürsən uşaqlar işlərini necə məsuliyyətlə yanaşırlar. Ümumiyyətlə, bütün sahələrdə özünü məsuliyyətsiz hiss eləyən adamın işi heç vaxt uğur gətirə bilməz. Mən, məsəl üçün, özümüzdən götürək də, bəs Əli bəy yatan adamdır. Yatağanam, mən düzdür. Mən də sən özün də yatağansan. Yaxşı yatma. Nə olub öyle? Dayanma. Yox, yəni... Sən də yatağansan. Amma məsuliyyət bu... Telefon deyək deyəsən, evdən çıxanda yadına çıxdı qaldı evdə. Ya məsuliyyətli olursan, ya da məsuliyyətsiz olursan. Orta yoxdur. Amma inan ki, harada rahat olmuşam ha. Sırf bu tədbirlərdən filandan yox. Harada ki, rahat oluram, qardaşlar. Əzizlərim. Gedirəm toya, mən bilirəm ki, məni istəyirlər də. Bu ailə məni istəyir ki, çağırıb da məclisinə. Amma orada bir dənə, elə bir dənə parazit çıxıb, mənim bütün nasirənəmi korlamalıdır. Amma harada ki, məsuliyyətli oluram. Əhval ruhiyyəni. Əhval ruhiyyəni. İstər-istəməz korluyuz. Əhval ruhiyyəni məhv eləyir. Amma harada ki, məsuliyyətli oluram, hər dəfə sıfırdan başlayıram, hər şey əla olur. Hər şey əla gedir. Amma bir dənə nəyə gətirirəm sözü əslində, uşaqlara tanışdı mövzu. Bu verilişlər ki var ya, məsəl üçün, bu tipli yox, orada gördüyünüz adamlar. Məsəl üçün, ailə dramları müzakirə olunur da. Nə adamlar gəlir, çıxır ora, ay Allah. Elinə məlum olmayan adamlar gəlməz ora. Yox, var adamlar. Yox, əslində problem olmağına problemdir. Dalğa deyə, bu dəqiqə son zamanların dalğasıdır. Hər bir kanalda bu tipdə verilişlər var. Yəni, bu qədər problemin olmağı əslində bizim üzümüzü ağartmır, düzdür, aydındır. Amma problemi başa düşün, tutalım, bir adamın gəlib efirdə deməsi ki, mənim arvadım qaçıb, arvadımı tapıb.
çox maraqlı. Yəni gör nə boyda məsuliyyətli Yo, o. arvad sənin digər özünü tap da. Yo bildim də, yəni onu gətirib ictimailəşdirmək. Olmaz bu qədər. Çox ən pisi də odur ki, o üçüncü adam var, deyir ki, yox sən arvadınla yaxşı rəftar eləmirsən, mən sənin yerində olsaydım belə elərdim. Arvadın olsun söhbət deyil. Yox, mən sənin yerində olsaydım belə eləməzdim. Sən onun yerində olub Düzgün deyilən kəlmə deyil axı. Çox məsuliyyətli. O da məsuliyyətdən irəli gəlir. Hə, bir də görsən hələ biri o ən çox da o məsuliyyət, yenə deyirəm, tamaşaçı qarşısında məsuliyyəti olan adam heç vaxtı iddia ilə danışmaz. Çünki məsuliyyəti masada çıxacaq, onu tanıyırlar. Amma adam olur, bir dəfəlik üzə çıxmaq üçün. Adamlar 10 ilə gedib o yolu. 5 saniyə o yolu getmək belə mikrofonu get bura. Mikrofonu get bura. Get belə. Sən yaxşı kişi olsaydın arvadı yanında olardı da. İki nəsillə iddia eləyir, o iki nəsildir orada, hərəsinin bir nümayəndəsi oturur. Yox, sonra o mikrofonu ötürməm amma intihar da. Mikrofonu ötür. Haradaydın? Mərfəs. Ala mikrofonu. Mikrofonu al məndən. Götürürəm. Mənə ağzım açıldı mənim. Təmiz. Qorxurlar cavabını verərdi. Ağzım açıldı, yığışdırın məni. Və o tipdə verilişlərdə təsəvvürlə elə qəb eləyək. Tutalım o verilişdir, o elə bir problemlərdən birini oynayacağındır. Salam, axşamınız xeyir olsun. Çox maraqlı, yəni anonslardan da izlədiniz, şahslərimiz çoxdur. O şahslərdən biri dünən anonslarda da izlədiniz. Rafiq müəllimdir, Rafiq müəllimin böyük problemləri var və o təkidlə bu studiyaya bir nəfərin gəlməsini istəyirdi. O adam da birazdan gələcək. Vaxtırmadan, buyurun Rafiq müəllim. Tamamilə doğrudur. Mən həmən adamı gözləyirəm. Tapdıq müəllim studiyamızdadır. Alqışlarınızla Tapdıq müəllim də gəldi. Buyur Tapdıq müəllim. Bu kişi dünəndən bəri iddia edir ki, siz onun torpağını Yox, qatı. Mən iddia zad eləmirəm. Mən deyirəm ki, bu adam. Bəli. Babalıq gördüyünüz adam. Bəli. Mənim torpağımın dalına keçir. Başa düşmədim. Siz niyə adı ilə müraciət eləmirsiniz? Adam nədir? Siz fakt ərzədə yazmışsınız. Adam nədir? Amma adım var da. Yaxşı eləyirəm. Necə yaxşı eləyirəm? İçimdən gəl yaxşı eləyirəm. O nə demək də? Belə o bayaqçı məsuliyyət söhbət edir. Bir dəqiqədən özü mən sənin torpağın dalına keçməmişəm. Bu bir torbaq kvadratdır. Mən onu getmişəm qabağına, sən onu dal deyirsən. Hələ bir sözdür. Bu bir ikiz də ki sən mən vaxtında pulumun dalına keçməzdim, mən də sənin torpağın dalına keçməzdim. Sən burada üzr istəyirəm. Deməli bir məsələ çıxır da. Burada sizin torpağınız. Əlbəttə torpağın dalına. Torpağı yox, pulumu nə? Pulun dalına keçib. Pul almısınız, nəyə qaytarmamısınız bəs? Əfrasiyab müəllim. Sizdə bir Ya, sən gözləməzdin bunu. Bu kişinin pulunu vaxtında alıb niyə qaytarmamısınız ki? Bu da sənədlər kimdədir? Torpağın sənədi. Torpaq məndədir, sənət də məndədir. Verin Yox, torpaq məndədir. Torpaq ondadır. Sənəd sizdə. Verin sənədləri. Günorta gəlirəm görəcək şumluyur. Sənədi verin də mənə. Ha bu şumlamalıyam da bu indiyə qədər bu torpağın əşən olmayıb. Onun əşən olmalı yoxsa yox. Sənəd var burada qardaş. Yaxşı bu sənəd bundadsa torpaq sizdə nə gəzir? Yox, üzr istəyirəm. Adam onu deyirlər. Yox, torpağı mən Adama onu deyirlər. Atam verib mənə. Yox, necə atanız verir? Atam verib də mənim torpağı da. Torpaq onu deyir ki, sənədi neyirəm ki, əsas torpaqdır. Siz bir-birinizi hardan tanıyırsınız ki? Necə aram tanıyırsınız ki? Biz qardaşıq da biz. Nə siz? Qardaşıq da biz qardaşıq. Belə problemlər açılır orada da. Bunlar arkası qardaşdırlar. Qardaşsınız siz? Dost doğma qardaş? Dost doğma deyəndə ki, doğma biraz iti, dost qardaşıqdır elə bir ki, doğma arada biraz iti gəldi. Doğma yumuşaldı da biraz o. Hə, yumuşaldı biraz. Atanın verdiyi yarım su torpağınızda qırırsınız. Birbaşa atanızı xəttə qoşacaq. Bizim atam... Görək atanız bu. Atamız deyəndə Atam yaşayır ki, mən. Atamız sağdır ki bizim. Bu da mənim oğullarım. Atanızdan xəbərimiz yoxdur. Atamızın mən bizdən xəbəri var. Atasından xəbərsiz evladların atasını tapdıq. Düzdür, bayaqdan yığırıq, adboy verir, götür deyir, kimdir bu nömrəni yığmayın filan. Nəhayət ki, bizim kollektiv başa sala bilib ki, evladlarına görə torpaq məsələsidir və xəttədir. Alo, kimdir? Ata mənim də oğlu. Oğlum kimdir? Mənəm də Rafiqdir, Rafiq. Ha, Rafiq? Ha. Ha, oğlum Rafiq. Ha da baba. Ben sen rəhbətə getməmişdi? Buna məsələdir. Mən də buradayım, tapdıq. Tapdıq. Ay, ata, mən də buradayam. Aha, qardaşın da oradadır. Buradayıq, ikimiz də burada. Nə gəlib çıxımsa, televizora bizi biabır elçisi orada. Biabır yana ki, sən torpaq vermişsən mənə, bu da məndir ki, sən gelmişsən torpağın dalına. Bu da dalla keçib, dalla. Ha, mən Kəməndar-gilə gedirəm. Hara gelsən? Yoldayım, Səməndar-gilə gedirəm. Yaxşı yol. Hansı yolla gelsən, ata? İndi ayaq, yolumdayım, birazdan çıxıb gedəcəm. Ay uşaqlar. Hə. Oğul, bağışlayın, toy elədim, siz də tapanmadım. Mən 3 gün bundan qabaq evlənmişəm. Deməyim də oldu ki, dedim açıqlayayım ki, o torpağı keçitdim Züleyxanın adına.
Narahat olmuyorsun. Allah xeyir versin. Amma axırı mütləq yaxşı dedi ha. Yəni keçirtdim. Keçirtdi də. adına. O yaxşıdır. ha. Mütləq bəli. keçirtdi ha. Bəli və siz məsuliyyət hər yerdə lazımdır. Bax bu dəqiqə kreditdə olmayan varmı aramızda? O böyük bir məsuliyyətdir. Çünki aşağısı 20 dənə sənədə qol çəkdirirlər də. Rəsmi borc alırsan sən dövlətdən. Rəsmi alınanla qeyri-rəsmi alınan arasında da böyük fərq var. Allah ondan saxlasın ki, O iki adı var da, rəsmi kreditdir, qeyri-rəsmi borcdur. borc alırsan kimdənsə. Özdə Azərbaycanda, dünyada belə bir şey var da, yəni borc alma, bir də qaytarma. Azərbaycanda şeydir, qaytarma. Alanda qaytarmaq üçün planlar hazırdır, beyində əsas onu alıncadır. Sənəd yoxdur ortada, qardaş kimi güvənmirsən, vermirsən, indi sənəd yoxdur ki, uzaq başı qısnıyırsan, iş böyüyür, gedir, çıxır haralara. Məsəl üçün, gələndə pulu almağa o sifət var da, o sifətlə borcu geri almağa gedəndə... Tam başqa sifət olur. Tam başqa sifətlərdir. Gəldi tutalım, zəhləşir. Əlbənin başına gəlmir. Kimin başına gəlməyib ki, hamın başına gəlmir. Deyə zəhləşiblər çayxanada. Ha sən elə gəlsən. Həzən Rusiyadan gəlsən də. Salam, danışıb, söhbət ipucu verib ki, gəlirəm də. Bu da deyir ki, çağırırsan, salam, Ay salam, necəsən? Nə var, nə var Elbrus? salam, qaqaş. İşte güzel necədir Elbrus? Altay da qardaşımızdır. Tədə qorquzlarsan elə, sənin o adın olsun Altay. 31 yaşım var, değil mi? Sənin adın olsun Altay, getdin. Sonra kim qaldı orada? Yox da yox, Altay olsun. Yaxşı olsun, olsun Altay. Altay, Girək də mövzuya. Yaxşı, yaxşı Altay Altay. öz qardaşımızdır, yəni nə problemi varsa Lab yaxşı, lab deyə yaxşı. bilərsən, problem yoxdur. Lab yaxşı, qardaş. Onsa hiss olunur ya qardaş, yəni sən niyə gəlmirsən? Belə də narahat olma, problem deyil. Sözü dinlə. Arif də qardaşımızdır, yəni. Arifin qardaşı mənim qardaşımdır. Başa lapanyat qaldı oğlan oxşusun. Çox sağ ol, bura, sağ ol. Tam aça bilərəm də. Yox, sıxılma Elbrus, belə şey sıxılma, qardaşımız. Birinizə deyil, yəni narahat olma. Abi, Qaqaş, burası gəldin deyim ki, çörək kəsmişik. bilirsiniz də, ana müqəddəsdir. Əlbəttə ki, cənnət anaların ayaq altındadır. Çox sağ qardaş, ölənlərə rəhmət. Nə oldu? Ananın vəziyyəti yaxşıdır, öyle bırak. Yaxşı. Ana dedin, məndə bir qırpım oldu Elbrus. Həqiqətən çox pis oldum. Nə olub ki, niyə indi? Nə lazımdır anaya? Dərmanla pul da, brat. Dərman. Yenə deyirəm, mən də özüm bilsən ki, biz birimizin neçəli tanıyırıq. Uşaqlıq dostuyuq da. Aha, uşaqlıqdan da o tərəfə. Pul, məndə 20 gün, mənə biraz pul, biraz vaxt lazımdır. Yo, sən 20 gün var da. Ay ki, pulun adını çəkim, o ne demək, nə qədər istəyirsən? Yəni 300 manatdan maksimum belə. Müslüman dərmanlar əl olunur. Allah razı olsun. Nə qədər, neçə günə qaytarırsan? Üstündən bağlayacağım bizə 20 gün əzada qardaşımsan səndən. 20 gün, 10 gündə. 10 gündə mən üstündən qoyuram, bir ay qaytararsan. Qardaşıq, Elbrus, qardaşıq bizə. Və avtomatik bir ay gəldi oldu 6 ay, həmin adamı tap-bata baxdarırlar. Haradasan, telefon sönür, haradasan, qardaş dedi gəldi. Qardaş gəlir. Salam qaqaş, salam. Salam Nə Elbrus. olub qaqaş, nə olub? Salam elə. Salam Qaqaş qaqaş. kimdir, tanımadım. Necə yəni Tanımarsan da. Birinci dəfə oturanda bilmirdik. 10 gün sənə həmin vaxt verən oğlan. Sən kimsən, ana mən vaxt versən. Kim olaram da, 300 manatı götdün, getdin, Kimdir anam qaqaş bu? Mənə belə niyə danışır? Elbrus, qaqaş, özü var artistiyə qoyma. Nə artist ya, artist dedim ki, televizorda artist eləyirəm da. Əl, sən mənə Elbrus fırlatırsan söhbəti. 6 ayda tanımadın sən 6 ayı. Olsun 6 ay, olsun 7 ay, mənə heç fərqi yoxdur. Mənə heç fərqi yoxdur, qaqaş, sən mənə yaxşı tanımırsan. Mən fikirləşirəm ki, mən adım 6 ay buna sərf edib, böyle 6 ay qətti pulu verdi. 6 ay gözləyib. Elbrus. Nəysə də qaqaş, bir dəqiqdən söhbətimizi eləyək də. Amma belə Elbrus. düşək, pulu Elbrus. Mənə pulumu ver, qaqaş. Qaqaş, Mənim 300 manatımı ver, Elbrus. Qaqaş, mən səndən nə yaxşı çörək istəməmişəm, qaqaş. Mən səndən nə yaxşı, nə bir dərman istəməmişəm, qaqaş. 300 manat da, mən gündə telefon işdən zaryadkə qoyuram, sənə görə. Zıppacım, nə olub, var? Tanıya bilmirsən, o adamı tanıya bilmirsən, o adam... El Brusli deyəsən, El Brus. Onun Brusliyə çöndərir. Elbrus. Yenə deyirəm, mənə heç fərqi yoxdur, qaqaş. Gəldin dedin, ana ürəyi dağ çiçəyi. Altay. Dedi. Dərman lazım. Bir dəqiqə, yanda qaqaş çox girir bizim söhbətimizə, yala. Pul alanda mən yanında almısan da, nə girir, nə deyir? Sana yanında mən də bir də adam gətirim ki, almamışam.
Gətir, Almamışam gətir. daha. Gətirməyəndə Gətir. Elbros, gətirməyən kişi deyil. Kimizin canı gətirərəm Aa, ha. canım gətirməyən kişi deyil. Allah'ım da üzvə duraram ha sən qaqay. Durar. Hala vermirəm, ha vermirəm ha. Necə ya verir? Yox, Vur vermə öldü, də. vur öldü, Vurur da o kişi. Aa, Söhbət baba burada qutarır bax. Ya bu da bir 65 kilo ət. Formula 3'te alkışlarınızla Emil Bedava. Ha Emil. Sənin də vaxtın azdır. Hamımız birbirimizi o qədər yaxından tanıyırıq. Sadəcə olaraq Emilin mən səmimiyyətini çox az görürəm efirlərdə. O da vəziyyətdəndir də, ortamdandır. Amma burada səmimi olmağı çox istəyirəm sən. Emil demək olar ki, az sayılı adamlardandır ki, bu sənət camiyyəsində deyək də. Həmişə əhval-ruhiyyəsi əladır, bir də çox pozitiv adamdır. Həmişə gülür, həmişə gülür. Ay sağ ol. Bir də münasibəti var, böyle əladır var. Təşəkkür edirəm, çox sağ ol. Həqiqətən çox lazımlı şeydir, çünki tamaşaçı gərək səndən o enerjini alsın. Bir də çox səmimi münasibətimiz var, elə üçümüzün də səndən. Və Emildən ancaq istəyəcəyimiz səmimiyyət olsun. Başqa belə işlərdə istəyirsən onu vermək, amma görürsən ki, ortam o deyil, məcbursan o qalsın. Yox, bir 5-10 dəqiqədir ki, mən gəlmişəm, baxıram yəni sizin verişin gedişatına, doğrudan çox səmimi deyil. Mən də fikirləşəm ki, elə səmimi olun. İnşallah olacaqsın. Ona inanmam. Danışığım səmimi deyil. Emin gülür. Yaxşıdır. Yəni tək axıra qədər belə gülsün. Yox, əladır, yox. Yəni mən bu verişə dəvət alanda götür-qoy elədim özümdə. Fərda dedim, hə, baş üstə. Fikirləşdim ki, bu 3 nəfər, üçü də hazır cavab, maraqlı, zarafatçı Amma arada adamlar. telefon söndürmüşlər elə bir şey. Mən bura gəlsəm, mənə ağ yub, qara sərəcəklər, amma ev yox. Yox, təhlükəli heç nə yoxdur. Təhlükəli şey yoxdur ki. Birinci Əsas sual. odur ki, özümə gedən adamam da biz. Yox, getmə. Özümə ən təhlükəlisi odur ki, özümə gedəsən. Yox, qətiyyən. Üzə gedirəm abi. Bu sualı bütün Azərbaycanlılar inanıram ki, 98% hamı bir-birinə verib. 1 milyonun olsa nə edərsən Emil? 1 milyonum olsa, Vermişsin sualı bir-birinizə. adamların çoxsa belə eləyirdi, 200 minini uşaq evinə verərəm. Səni deyək ki, o demədi, onu deyək. Elə ki, verdin, yaxşı. Verdin, hə. 1 milyonum olsa təbii ki, elə, nə bilim, evlər alaram, obyektlər alaram, verərəm kiriyə. 5-ə kimdə yataram, kef eləyərəm. Bilirəm ki, aylıq pulum gəlir. Ayda. Məncə ən səmimi oldu bu. Aha da, sən nə inəyərdin ki? Yox, gördün? Gördünüz, bax, insanlar doğrudan belədir, yəni. Bu qədər, yəni, haqsızlıq olar. Pulu verəm mən, arzunu verəm mən. Demirəm, bir dənə qardaş kimi gedək olsun. Pulu sən verəcəksən, hə? Yiyib içəri. Mən deyirəm, 1 milyon bu fikri sən kim verdi? Ən azından sən obyektləri aldın, verdin də, arendliyə bildin. Necə rahatladın axı? Beşə kimi. Uşaqlar da var, yəni, hər həftə Həftənin biraz... 5-6 bazarda bir yerdə, yəni, qardaşlarımla. 20 mindən zatırdı mənə bir də. 1 milyon desə orada 20 istəyirsən. Əhmədlidə 2 dənə moyka verərsən farizə. Niyə moyka ye? Oyqan yer. İstəyin oldu da. Səndə var axı. Səndə bir yuyub sərmə Səndə yoxdur axı. Hə, oxşam. Hansı, sən reklama çəkilməmsən deyəsən indiyə kimi. Yox, reklama çəkilməmişim, yox. Nəyi reklamda istəyərdin özü görəsən? Nə reklamında? Baxırsan da şəhərdən. O şampunlar olur, bir dənə belə eləyirlər, belə. Amma yaraşar ha. Qəşəng yollar. Bir Ronaldo'dur, bir də mənəm də. Yaraşar bizə. Əladır. Vallahi bilmirəm. Bax, təsəvvürlə Amma ki... şampun reklam məsləhət deyil. Bizdə belə daha sonra şampun tikdilər adama. Hə, o da var da şampun. Deməzlər sənə. Emin o vaxtları keçdi. Keçib, Sən o Emrazız vaxtlarlaydı saçlar. Yox, Fariz mənsiz atdı. Gəncədən zəng vururlar ki, ağır özünü buraxıbsan, hə? Deyirdilər də oradan elə. Mən Gəncə tərəfdənəm orada, yəni. Təsəvvürlə. Saçımız adan kimi, bu nə də, bu özünü buraxıbsan, hə, momunca. Nə qoysan, ha? Nami qardaş nə edir? Qadenqam, özünü buraxımsan, ha? Nə qoysan, qadən qalıb. Qadenqam. Demək belə, təsəvvürlə ki... Sizi görmürəm, amma yaxşı. Təsəvvürlə ki... Zubatiska deyək ki, birinci hamıya anlaşsın. Azərbaycan adını bilən var onun? Təşəkkür edirik. Yox, Kürdan da onun. Diş çöpü deyil o. Kürdan. Kürdana bir alqış. Gördünüz bu qədər tamaşaçı içində? Kürdan, Azərbaycan dilən Kürdan. Kürdan reklamına çəkilirsən təsəvvürlə. Ya da çöpün adından danışırsan. Amma nə qədər, yəni səmimiyyətin varsa qoy ona. Yəni məsələn 3-4 dənəsini verim. Zubatiskalar gəldi, səndədir. Elə ki bunun dilindən danışacaqsan da. Uşaqlar da yəqin ki biraz yüngül
Dın 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 dın. Reklam müziği verir. Kürdanın reklamına çəkilirik. Aha. Mən diş çöpüyəm. Oxşamıram. Çox oxşayır ama. Bəziləri kimi iki başlı, danışmasam da özüm iki başlıyam. Maşallah, tutur ha, tutur. Çünki bir baş ağıllıdır, iki baş ondan da ağıllıdır. İki başım da itidir. Niye özü güdürü? Reklamdır da qardaş. Səmimiyyət deyil. Yox, diş söhbət deyir, sonra gülür ha. İstənilən yad qüvvəni dişlərin arasından çıxardıram. Dişin arasına girib hər şeyi təmizləyirəm. Eşidilmədi. Pomidor, xiyar, ət. Biraz səsi. E-mailim da var. 32 dişin arası və ət məhsulları .mail.ru. Eşitdiniz mi axırlarını? Axırını. Aha. Yenə deyəsən nəsə Çox səmimi və... İzah Nə? edin. Buyur. Burada deməli şeirdir. Şeiri sırf Əlibəy yazıbdı. Ağ şeirdir, bunu mən yazmışam. Ağ şeirdir. Ağ şeir. Eşitmirsən ağ şeir? Fariz izah elə. Gözəl Fariz bizim. Axıca mən şairam, bax, izah elədən qabiliyyətim var. Axşama izah elə. Ağ şeirdə postmodernizm Yəni şeiri. şeirin ağını çıxardırsan da. Və bütün varlığım, Elədir də. bütün varlığımla, pafsınla bunu deməyini istəyirsən. Elə bir sevgi şeiri deyirsən. Baş üstə. Yəni bilirəm, ailəlisən, evladın var. Allah köməyin olsun. Allah bütün bağları saxlasın. Amma elə bir ki, bir gənclik illərinə qayıt, sevgi, sevib sevildiyin vaxtlara nə qədər bacarırsansa Lirik boğazlarla da. Lirik boğazlar. Yaxşı söz verirsən, ha? Baxın da lirik olsun da. bacardıqca biraz Yəni li- Hüseyin Dərya da qata bilərsən ona, Kənan Əmir, Yəni Maqul Əmquli. lirika verin də. Qarışdır görünürsən. Bir çeyitkə samanlıqda tullanaraq həyat dolu baxışlarla mənə baxıb gülümsədi. Yox, bəlkə də ağlayırdı, gizlədirdi gözyaşlarını. Yanağının ən dərin, ən görünməz yerində susuzluqdan çatlamış dodaqları çeyitkənin saralmışdı. Yanaqları, əsrarəngiz əyaqları yorulmuşdu çeyitkəni daşımaqdan, ilan kimi sürünürdü samanlıqda. O qocaman çeyitkə cavanlığın axtarırdı samanlığın arasında, gözü çörək parasında sıxılırdı. Taytuşları qırıyırdı. O çarəsiz. Yazıq, mən yazıq. Əla gəlirdi, vallahi əla gəlirdi. O çarəsiz, o lap arıq çərtkəni tənhə yazıq çərtkəni. Sağ ol Əmir, sağ ol. Əslində bir canlıya yazılmış bir şeirdir ya bu. Amma var ha, səndə o. Emin məncə bizim milli dizi filmləri dublaj elə bilər ha. Doğrudan. Səs oturur. Böyük məmnuniyyətlə. Reklamlar! Formula 3. Reklamdan qayıtdıq demək də artıqdır, çünki artıq yenidən efirdəyik və Formula 3-də siz. Həqiqətən də doğrudan da son ki, Mən gözləmirəm romantika var. Əla deyim. O qədər aramızda mübahisə dedim ha, vallahi birdən oxumaz, birdən deyər belə elə, amma Yox, sonra yadımda burada nə var be ya? biz dostluq qardaşıq, amma Bacardığım var. romantikam var, özdə nəyi var? Nəyi var, hə? Və şəkillərimiz olacaq, ağla birinci gələn fikir də bizlə bölüşə bilərsən. Çox maraqlı şəkillərdir, seçmişik özümüz. Maraqlı işlərdir. Bu əli üstə. Bu deyəsən çaşıb, əli üstə qaçır. Bu deyəsən çaşıb, əli üstə Yox, məncə o deyir ki, siz qaçın mənim işim çıxdı, mən qaydasam. Ya da belə eləmək var ki, Başlayın. mən deyəsən uduzdum, ölkəmə başları qaydacam. Ay sağ ol, tüpər. Oradakı Hüseyin Bolt'u, Amma o qırmızı paltarlı qardaş nəsə düz qaçır. Elə qaçma var ha. Ona Eşlər, oradakı Hüseyin Bolt'udur, Hüseyin Qayka. Orada heç onu görməmişdik. Halal olsun sən. Aa, jacuzzi derlər. Bu istirahətin pik nöqtəsi baş iti bir də. Baş iti bir şey. Nəfər gəldi istirahət. Bu deyir ki,
Ay dədəm vay. Yəni butulka təkcə içmək üçün deyil, başqa şeylər sən üçün deyil. doğrudan da bu yaşda Butulka ilə sən- baş belə işlər də Belə görürsən. işlər Orta məktəbdə keçməsə rəsmdə sirkul var idi belə. Sirkula. Onu çəkir. Öz adamı ürəyi gedirdi uşaq vaxtı. Ay, sağ ol. Düz çəkdim. Bu necədir qardaş? Bu nədir? Mən inanıram ki, Gəlindir. bəy atırdı. Bəy özünü atır. Yazıq bəy, yazıq bəy. Elə bir hiss olmuyor. Ola bilər bəydə nəsə düz deyil. Bu gün səhərdən çıxdım, bax kostyumun pulu, gəlin paltarının arendası, gəlinin saçı, Vay vay, mənim borclar. saçım. Yox elə bu belə toy başdan belə mənim ayaqlarım göydə qalıb. Görürsən? Başlayanlar sonra var. Sabahsın orada. Vay. Vay vay. Bu nədir? Bu da əskərdir. Düşmənə ancaq arxa çevirmək lazımdır. Bu başqa variantı yox. Yaman yaman. Bu necədir? Porsuq. Sən nədir? Yəni 7 işdə gedə bir dənə də qəlyan çəkək. Belədir. Bir də şəkil çəkdirim yatımı. Bu nətərdir? Bəh, 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 bəh. Bu sənə Şir ki, atala atı söz. minir. Ha? Şir atı minir. Həyatda da elədir. Nida. Elə bir atalar sözü var, deyir ki, eşeğimin ata çatınca bu da ata çatıbdır. Ata çatıb, hə. Getdik. Bunu əla Photoshop ediblər. 69 nömrəli marşrut. Qardaş, özü bizim marşrut deyil. Bizim marşrut. Sən oldu. Bu nə Mixail olur? Schumacher ondan sonra Bu getdə bu. Gəlin ocağa gəlir. Bilirsən kimə deyəsən çox bax. O Balqar bir dənə oxuyan var, Balqar bir dənə oxuyan var. Balqar oxuyan var deyir. Nədir onun adı? Aziz. Bu da Azizin belə smuglu variantıdır da, qara variantıdır. Bax milli variantıdır, bizə yaxın olan variant. saqqallı gəlin. Saqqallı gəlin. Saqqalını rəyləməmiş. Bu suyun altında. İstirahətin dibinə enməkdir də. Bu dibindədirlər. Dibi biz. İstirahətə suyunu çıxardılar bu. Vay vay vay. Buna da. Qardaş görəndə yazır. Yazıq, yazıq. Məncə orada kim uçmasa da qardaş 100% uçacaq. 5-3 dəqiqəyə onu xodlayan kimi qardaş tutacaqlar. Qayıbid də. Bu Elza xanımın konsertindən çəkilir. Elza Seyhanın konsert. Dəniz kənarı konserti. VIP qonaqlardır. Qabaqdan stol zatdan eləyirlər, bəli. Özü bir giyiniblər, onları tapşırıblar ki, Bellum da yəni ki, hamı ağır. Sev Bellum. Çox istəyirəm, sən rock oxumamısan indiyə kimi. Klasik oxumusan bilirəm. Yox, qətiyyən, yəni mən oxumamışam. Uşaqlar, heç Emilin mahnılarından eşitmişsiniz? Məsəl üçün, Saqqız mahnısını rock stilində oxuya bilərsən. Çox maraqlıdır ha bu. Belə fraqment kimi kəsib qoysan ki, məsəl üçün də Emil Bədəlov rock oxudu. Bakı gecələri. Rockla, ha? Gedək bir dənə, elə belə yoxlaya görə nə göstərir? Biraz mikrofondan səs verin Emilin. Gəl gəzək bu şəhərin, ayın işığın şəhərə düşür, xoşuma gəlir bu Bakı gecələri, bu Bakı gecələri, gecələri. Gəl gəzək bu şəhərin, ayın işığı şəhərə düşür, xoşuma gəlir bu Bakı gecələri, bu Bakı gecələri, gecələri. Allah'ım ben rock kokuttum sen. Təşəkkürlər Emil Bədəlov, alqışlarla yola salırıq. Çox sağ olun gəldiyin üçün. Çox səmimiydi, təşəkkür edirəm amma üzr istəyirəm. Çox minnətdaram. Sağ Buyur. olun, çox sağ olun. Buyur, yəni o rekvizit idi, yeyilmək üçün deyildi. Yox, oldu. Təşəkkürlər, bir daha alqışlar. Davam edirik. Bayaq Mən bir mövzum var, hə, istəyirəm nəsə reklamda sən dedin bir mövzum var. Son zamanlarda aktual mövzudur, kredit mövzusu. Hə, bir ara bağladılar, amma təzdən yenə maşınlarla aydınlıqla belə kreditlərdə, bilirəm ki, burada o əyləşən dostlarımızdan bank işçilər də var. Onlara da maraqlı gələcək kredit mövzusunda. Təzəvvür ki, krediti belə eliblər də, belə bir beynəlxalq bank var, misal üçün dünyanın hər hansı bir yerində bir bank açıb, adını qoyub tanıyaq səni. Və yaxud da ki, beynəlxalq kəlmə-kəlmədir bankı. Kəlmə-kəlmədir bank. Burada iş yerinə araç gətirmirsən, şəxsiyyət vəsiqəsi lazım olmur. Gedirsən banka, bir sən ölə 500 manat verirlər.
Sən deyir gedərdi. Sən də onun arxasında qulaq as da gör. Şəkilini çəkirlər, bir dənə sən öl. Vurdun 500 manat get. Bir ay sənə vaxt verirlər. Vəssalam. Vaxtında ödədin. Sən ölə 500. Hə, vaxtında ödədin, ikinci pulu verirlər. Gəlibsən ki, mən birinci dəfə götürsən, sən öl keçib, sən öl keçib. İndi balamın canı. Balamın canı 1000 manat. İş böyüyür də. İş böyüyür, sən ölü, yəni yerinə yetirmirsən, sən olmuşsan, demirsən, eləmirsən. Balamın canı 1000 manat. Yenə sənə vaxt verirlər, görəsən nə vaxta qədər verə bilərsən. Və bu... Yəni bizə asılıb o bank, açılmıyor. Bu bizim arzularımızdır. Biraz keçir, misalsa ölənlərimin coru. Orada biraz... Nə qədər? Yox, deyirlər, mən nə bilim sən ölənlər. Misalsın, Allah eləməzən, atanın qəbrinin şəkilini çəkirsən, gətirib göstərsən ki... Hamısı sənədlə. Mənim ölən var, yəni bu sənəddir. Ölənlərimin coru 3000 verirlər. Əgər ki, bunları sən... Vaxtında verdi. Pul böyür axı. Vaxtında verə bilməsən, 2 ay sənə dəymirlər. Görüm elə bu ölənlərimin coru, balamın canı bu hara qədər gedir? Bu, məsəl üçün 10.000 götürmək istəyir. Onda yəqin ki, ailə zat da girir. 10.000 içində, yəni yaxın qohum əqrabadan 11 nəfər girə bilər. 11 nəfərə qədər ad yazılır. Amma orada məncə söyüşdə dişləri, andismada olmalı. O mütləq olmalı, amma sirdə o sən bilsən, bir də bankın işçisi bilir. Amma vaxtında verməsən... Nə yazıla bilər ora məsələ? Qardaş, vaxtında verməsən, şəkili vururlar bankın qabağına, altından, biz demirik. Hər gələn bir dənə şey yazıb gedir ora. Yəni biz demirik də. Sən istədin, biz demirik. 3 ay gecikdirəndən sonra evə məktub gəlir. Bankdan. Məktubun əvvələ belə başlayır. Ay mən deyən. Yəni ay mən deyən. Və sənin o verdiyi sözləri sən göndərirlər də. 10.000-də belə şeylər olmalı deyə. Haca? Deyir kiraya qalıb, çıxıb gedib. Hara gedir? Yox, o plakatdan sonra o adam gedər, ölkədən çıxsın. Bir anda pasport verirlər ona ki, da burada yaşama. Öz ən pis şey odur ki, gedirsən o zamin istəyirlər. Pul mövzusu deyənə gör hamı nətər qoşulur ama. Zamin istəyirlər ha. Misal, dostluq etsən ki, xahiş edirəm, bu da zamindir. Bu kağıt narahat olmuyor, yəni bu özünü tanıyan olur. Onda da bir zamin sifət. Zamin, ay sağ ol. İndi sən pulu verməyəndə, itib batanı da, o dostu yoxdur, zamin, ona məktub gedir. Dostuvu görsə, deyim sən kimsən. O sizə eyni tanıyandır da. Yəni, belə sözlər iynələməlidirlər, yoxsa... Özünü oxşayan adam gətirib də bir dənə. Məncə orada 10.000-də zata doğrudan iş böyüyürdü. İş böyür, bəli. Pulu verməsəm, nələr olsun? Ay sağ ol. Belə uşaqlar belə olsun. Belə olsun. Belə biz efir deyənə belə deyir də. Orada böyük işlər var da. Dar çərçivədə olan adamları yəni çox vermirlər. Misal üçün, yəni əgər bir insan doğrudan yəni uşaq vaxtında yetim qalıbsa, böyük pul verməzlər. Mümkün deyil. Yəni sən nə söz verirsən ki, məsələn? Məncə amma boşluqdur. Bu mövzuda bir dənə də mən söz deyim. Məsəl üçün, belə bu gedişatla olsa, bəlkə də, əlbəttə, nəsildən bir adamı qoyub pul çıxartmaq mümkün olacaq. Hər nəsildə belə adam var axı. Var, avtomatik var. Bir üz qarası var da hər nə. Üz qarası. Toylarda zatda o adamlar üzə çıxır, reklama baxın, məsələn, pul lazımdır, nəslimizdən bir adamı gətirin, qoyun pulunuzu götürün də, o adam avtomatik var, hamı deyir, filankəsi yığ, filankəsi, hamı onun ziyanını ödəyir axı, bütün nəsil onun ziyanını ödəyir. Amma da bir nəsil artıq 5-6 götürülmə gedir qardaşı, insiməti, ona görə gəlir pul götürən olub da, birinə cabdi olsun, ikisinə cabdi olsun, hamı onu gəlir. Sən çəvirə ki, nankör bir evlad, atasını aparıb banka qoyur da, məsəlçində olar da, hamı işləyir, ataq saqqal da, atanın sənətləşmə prosesində bax bir dənə, sənətləşmə. Gəlir də o, məsəl üçün, salam elə ki, vələ ki, salam. Xeyirdir mi gəlməkdə? 2-3 oturur, sənətləşdirir. Yəni, neçə ilə kredi? 1 illik. 1 ildə sizin ölmə ehtimalınız yoxdur, qardaş, onu mən deyə bilməm. Yox, suallar başqa deyil orada. Salam elə ki, bəli, nədir, hə, buyurun. Nəyə gəlmişdiniz? Ağsaqalı banka qoyacaq inşallah. Orada ağsaqalı qiymətləndirmə gedir. İli nədir? Birinci ili soruşurlar. Ay sağ ol. 45. İli. İl 43. 43. Vurğız adı yoxdur, çıxığız adı kolda zadda da. Sabah aparıb bunu bu yerdə işlədə biləcəyik. Buna vaxtsa qoymuşam, bunun kreditli olub, buna vaxtsa bu. Benim oğlum vaxt. Buna verə bilərik 3000. Çıxardıb ağsaqalın çöldə şəkillərini salıb çəkirlər də. Altdan üstdən zat ki, sənətləşdirsin. Ən pis şey odur ki, pulu verməyən də ağsaqa götürüb atılır bankın qabağına. Toydan yerdə evakuatorlar. Sağ qoyurlar baylarda. Toydan götürürlər. Ağsaqal sən toydan
Yutulur. Hə, o toyda tutulur. Məsələn, toyda da var. Məsələn də. Hardadır gizli toya getməlidir axı. Özü yox, evakuator evə apara bilər, banka yox. Evakuator da. Məncə bu borcla bağlı çox atalar sözü var. Gecə pul saymazlar, gecə borc verməzlər. Pul verməzlər. Hə, ay sağ ol. Bunlar deməli o vaxtdan da olub da bunlar. Sadəcə olaraq indi daha çox məsələn efir var, çıxırıq, danışırıq filan. Mən çox maraqlıdır. O atalar o sözləri necə yazırlar? Mənə bir dənəsi o maraqlı. Mənim fikrimcə bu belə olub ki, üzr istəyirəm. Yəni o birinci elə ataların içində borca düşən həmin at olub. Niyə görə? Borcu mən nə vaxt verirlər? Bax, mən səhər tuta bilmirsə, mən işdə oluram. Axşam gəlirəm evə, gəlib mən qapını düzü qoyacaq, axşam pul verməzlər də. Məsələn, mən nə vaxt tutmalsan? Axşam da borc vermə, gecə pul verməzlər, bu 3 il. Uzanır da, iş uzanır. Bu olmur da gün orta. Mənim də bir dənə söz var axı, borclunun sağlığını istəyər. Sağlığını, hə. Vırdım batdı da pul. Necə? Bilmiş ki, Çox uyğun. Əla yanaş. Sən gələn də buradasan, ha, narahat olma. Mənə çox maraqlıdır, atalar sözləri necə yazılıb, qardaş? Onu, atalar bu sözü bir ağızdan deyə bilməz. Ya atalar adlı müəllim olub. Adı atalar olur. Adı atalar müəllim olub. Məmmədov atalar. Yazın, gətirin, verin, mən yayacam da. Nə olur? PR menecer. PR menecer. Məsəl üçün də, mən yayacam. Yazın, gətirin, verin mənə. PR menecer. Bacarıqlı insanlar da gətir yazır, məsəl üçün də, müəllim, ay müəllim, bir dənə şey tapmışam, bax, nə yazmışam? Arxadan atılan daş, hara dəyə bilər, hara dəyə bilər? Səncə hara dəyə bilər? Bax, mənim, sizə hara dəyə bilər? Bunu yaman tapmışam, qabağı yaman tapmışam. Məncə arxadan doğru xətrinə dəyməz. Dəysə hara dəyə. Xətrinə hara deyir. Ayıbdır, arxadan atılan daş. Dəyməyəcək. Kürəyə dəyməyi normaldır. Biraz aşağı vapşı olmaz, ayıbdır. Ha, müəllim. Biraz da aşağı gedəndə... Uşaqdan aşağı ayıbdır da məncə daşın dəyməyi. Yox, mən bir kere təsirində gözəl sözdür bu. Arxadan atılan daş nəsə olmalı? Harası dəyməlidir. Amma atalar sözündən yaşamaq da olmaz. Çox insanlar atalar uyğun gəlir. Bir-birindən təkcil amma ziddiyyət edən atalar sözləri var. Məsələn, bugün işi sabaha qoyma, bir də tələsən təndirə düşər. Bu necə olur? Bu nətər olur ki? Şimdi mən neyniyim indi mən? İçin atalar deyib. Mən deyiləm sən. Bunu iki düşmən ata deyib. Bu gəlib deyib ki, orada Nadirəm dedi ki, tələsən təndirə düşər. Gedən deyək ki, bu işi sabaha qoyma. Sözlərə qaçdı. Ötürün bunu geçsin gələcək nəsillərə. Hər gələn bir daş atar, belə bir atar. Belə bir atalar söz var. Utananın oğlu olmaz. Məncə məntiqlə utananın heç qızı da olmamalıdır da. Utanan ümumiyyətlə ailə qurmamalıdır. Utanan ümumiyyətlə cəmatın səsini utanan üçün neçə getmək olar? Utanan adam içində nə işi var? Utanan özünə qapanmalıdır da, bəli. Mütləq. Özə biraz da evlənmədiysə bizim Ağsaqqalan Ağabirçələr İlahtədə rayon yerlərində uzidə hamısı. Uzi. Filakəsin oğlu evlənmir. Bir dənə belə baxan kimi belə problemi var. Naxadə uzi, üstdən bir dənə naxadə onu uzi eləyirlər, gedir. İki də oğlan dayısını oxşayar. Bu atası var, anası var. Bu nə dayısını oxşasın ki? Yox, ben deyirəm, qız var ki, ərə gedib, bunun qardaşı yoxdur. İndi bu kim oxşamalıdır ki, mənim başım çıxmır? Yəqin ki, atı yanıya da. Böyük məmnuniyyətdən bu arada biz istəyirik. Yəqin ki, tamaşaçılarımızın da ürəyincə olacaq. Xüsusilə gənclərin 559 qrupunun ifasında super bir mahnı dinləyək. Rock gəlsin, rock! Gözləmədən olur, gəlibin zaman, apardı məni sanki dəlalıdan. Coşdu qəlbimdə sevinç o an. Qaldım şəklinə, oyandır əməni. Xatirələr yağır səsinə, qaytardı sevgimi öz nəğməsinə. Damcısıyla yanışır elə buradaca səninlə barışır. Söyləsin sənə sevdiyimi necə dilimə, bizim nəğməmizi oxusun yağışır. Islanmış saçların, ağlayan gözlərim, dərin baxışların, titrək kipriklərin edir gecəmi sanki işığın. Bax ətrafa, donub zaman, bir sən, bir mən, bir də yağan, nə yuxu, nə də ki xəyal.
yağışım Ya buradaca seninle barışım Söylesin sana sevdiğimdi Gece dilimde bizim nağmanızı Okutsun yağışım Bravo 559 rock grubuydu. Teşekkürler. Sonda bir neçə xəbərlə də paylaşaq. Mən bir dənə xəbər demək istəyirəm. Ryan Partner deməli Donald Duck deməli cizgi filmi var. Bu ördək cizgi filmi. Baxmamısan? Ördək, hə. Ördək cizgi filmi. Uşaqlar dayıb, yağ eləyib. Olar bilər. Sizin uşaqlar böyüyüb bax ona görə. Hə, ördək. Tema deyir. Finlandiyada deməli həmin bu cizgi filmi qadağan eləyiblər yayımını. Niyə? Və deyirlər ki, ördək orada alt paltarı geyinmir. Ona görə. Mədəniyyətə bax ya. Mədəniyyətə bax ha. Bütün Avropa soyunur, bir dənə ördəyin alt paltarından yapışıblar. Sən niyə bir dənə ördəyi sıxışdırırsan ki? Mənə çox maraqlı gəldi o fakt. Ördəklər danışa bilsə onların münasibətini bilmək yaxşı olar. Ördək də bu ördək. Ördək olduğuna görə bilirlər. Abi ördək də bu nə deyəcək ki? Ola bilər ha. Doğrudan çox maraqlı xəbərdir. Ördəklər ona görə səni üstünə eləyə bilərlər. Heç onu hinduşka eləmək olar. Ördəkdir də. Ona görə. Ördək deyib keçiblər də yəqin. Bu Avropanın harası Avropa oldu? Uşaqlar ondan nə pis şey öyrənə bilər, başa düşmədim. Ha qardaş. Hələ mən bir şey oxudum. O gün deyir, fillər rəhmətə gedəndə, yəni bilmirəm, rəhmət düşmür onlara. Məsələn düşür. Fillər öləndə deyək də, hə, öləndə də biraz kovu çıxır deyənə. Fillər öləndə, vəfat edəndə yaxşı. Vəfat edəndə. Fillər qəbirstanlığa canlara bir söz deyir. Nə qədər bunun variantı var. Sinolimdir. Əslində bir tane södə qutardı da. Fil öləndə Dünyası dəyişəndə. Bir şey deyir. Fil qəbirstanlığa özü öz ayağı ilə gedir. Oydo. Fildəki ağla bax. Bilirdiniz onu? Fili Fərda. Filli də, filli. Fərda. Gör nə qədər düşünür ki, bu ölsə burada bunun bu zilzibini yerdən qaldıran olmayacaq. 4 toy yarım deyə düşüncəyə bax. Adam var dar küçənin birində yedir ki, burada nə zülümdən ona bir hüzür filan təşkil eləyirlər. Allah ölənlərin hamısına rəhmət eləsin. Amma bizi o öz ayağı ilə gelir. Amma məncə doğrudan bu qədər şadlıq sarayımız varsa, artıq yastıq sarayları məncə olmalıdır. Hər məhəllədə bu elə bir müzakirə böyük bir... Amma var da, var. Xeyir şər evi var, adım belə qoyulur. Yox, əməlli başlı böyük bir şadlıq evi boyda yastlıq sarayları olmalıdır. Yastlıq, hə. İnandırım səni elə yerlərdə, məsəl üçün, yüzlü gərək elə yerdə verəsən ki, gələn adam rəhmət oxusun da sənə, düz deyir qardaş. Səliqəli olmalıdır. Bir dəfə bizi keçən ildə deyəsən, fevralda, kiçik çilə, fevral, marozda, rahat bir mənfi 12 dərəcədə hüzurə getir, məcburuduq gedək. Orada elə bir dənə soğuq vardı ki, inandırım sizi ki, and içərəm ki, ruh həmən günü özü gəlməmişdi ora. Elə soğuqdur ya mən. Dəhşətli bir şeydi yəni. Amma onu, yəni, ayaq suyun içində oturmuşsa, hə, bu ölən öldü, bizi niyə öldürürsünüz? Bura çıxa gedək də. O yəqin ruhun özü... O suyun içində hüzur olur. Gedin də, gedin. Mən rahatam, gedin. Amma nə qədər rahat olsa, girirsən isti, filan beş məkan, çay içdin, ehsanla. Səliqəli yer olsun, isti yer olsun, qəşəng doğu olsun. Ay sonra, qardadır palçıqda sürüşüb, ölüdən qabaq qəbirə düşənlər də. Sən hər veriliş ki, Allah maraqlı adamsan. Gecəniz xeyrə qalsın, bugünlük də bu qədər, gələn həftə inşallah mütləq görüşəcəyik, getdik.